Salam, hər vaxtınız xeyir olsun. Demək mənim qonaqlarım gəlir və mən bunu biraz gec bildim. Ona görə tez alış-veriş elədim və başladım yeməklərimi hazırlamağa. İnşallah ki, gələn qonaqlarım da bişirdiyim, hazırladığım yeməklərdən yeyərlər. Yəni kaprizli qonaqlardan olmazlar, yəni ət yeyən olanlar. Yaxud da ki, nə bilim, bu qazasını pişirirəm hal-hazırda. Belə. Şimdi yer düş yere git düş olmak istiyor. Hadi sen bas. Hemen yaşayacağım. Yoldaşım süfrəyə qoymaq üçün, bilir ki, mən xoşlayıram. Süfrəyə qoymaq üçün belə nərgiz gülü alıb gətirmişdi. Mən də onları yeməkləri hazırladığım müddətdə Güldana gətirdim, qoydum. Güldan da qaynanamın cehizidir. Onu ondan almışam. Onu saxlayıram özümdə. Onu indi gülləri süfrəyə qoyacağam. Çünki çox xoşum gəlir güllərdən.